Yenə də Mat Terezalara da sözüm. Ay Mat Terezalar, vaxt ikən o istifadə etdiyiniz kişilər var, istifadə etmişsiniz. O bəzən arvadlar deyir, kişisindən biri istifadə edən deyir ki, gülün çəkib, gülabını etmişəm. Qoy aparsınlar, indi neynirlər, etsinlər. İndi bu kişilərin gülün çəkib, gülabını etmişsiniz, qocaltmışsınız, varın dövlətin əlindən almışsınız, daha nələr etməmişsiniz bu kişilərin başına. İndi də əl çəkmirsiniz, ay Mat Terezalar. Qoyun yaşlı adamdır, bax, ayağı şişib. Nə bilim deyir, damarları üzə çıxıb, təzyiqi var, şəkəri var. Elə dartıb gətirirsiniz yanınıza ki, cibində, cüzdanında nəsə var, alaq əlindən. Yazıqdır. Ay Mat Terezalar, o kişilər yazıqdır. Qoyun öz cüzdanında, çantasında, nə bilim, harasında olan pulu dərmanlarına xərcləsinlər. İnanın ki, hamısı gəlib bizə çatır. Elə mənə də çatır. Bunlar kimlərdir? Yazıqdır da etmişsiniz də nə lazımdır, etmişsiniz onlara. Onlar da nə lazımdır sizin üçün edib, villa alıb, nə bilim, maşın alıb, ailəsində söhbət yaradıb, münaqişə yaradıb, soyuqluq yaradıb, xəyanət yaradıb, bir dənə xəyanət sözünü damğa vurublar ona. Qoyun yaşasınlar da bu qoca vaxtında. Qoyun dərmanları icazə verin, öz dərmanlarını öz pullarından alsınlar, öz arvadlarının pensiyasından almasınlar. Ay hörmətli Mat Terezalar, Mat Terezalar, deyirsiniz 50 yaşımız var, 55 yaşımız var. Hamımız bilirik ki, yaşınız necədir, neçədir.